Salam, 8-ci sinif 2-ci hissə kimya kitabının ümumiləşdirici tapşırıqlara baxaq. Birinci sualda deyir ki, cədvəldə və qrafikdə dəmirin xlor turşusu reaksiyası zamanı əmələ gələn hidrogen qazının həcmi verilib. Burada cədvəldə reaksiyanın ən sürətli getdiyi zaman intervalını müəyyən edin. Ən sürətli getdiyi zaman intervalı hidrogenin ən çox həcminin ayrıldığı hissədir. Məsələn, baxaq. Bir 0-1 zaman aralığında nə qədər hidrogen ayrılıb? 12 kub santimetr. 1-2 aralığında nə qədər? 8, 2-3 aralığında 6, 3-4 dəqiqə aralığında 5, 4-5 aralığında 3 və 5-6 aralığında 1 kub santimetr. 6-cı dəqiqədə artıq dayanıb. Görürsünüz, sabit qalıb. 35 kub santimetrdir. Ən sürətli gedən zaman intervalı 0-1 dəqiqə arası olmuş olacaq. B-yə baxaq. İlk 5 dəqiqə ərzində reaksiyanın orta sürətini hesablayın. İlk 5 dəqiqə ərzində sürəti hesablamaq üçün ayrılan hidrogen həcmini cədvəldə görürük. İlk 5 dəqiqə ərzində neçə kub santimetr hidrogen ayrılıb? 34. Həcmi bölürük zamana 5 dəqiqəyə. 34 də 5-ə böləndə neçə eləyir? 6,8 kub santimetr böl dəqiqə. C bəndinə baxaq. 1-ci, 3-cü və 5-ci dəqiqələrdə reaksiyanın sürətini hesablayın. Deməli, burada yazım mən. 1-ci dəqiqədə, yəni 0-1 arası nə qədər olub? 12 kub santimetr böl 1 dəqiqə. 12 kub santimetr ayrılıb da. Sonra ikinci olaraq 3-cü dəqiqəni istəyir bizdən. Deməli, 3-cü dəqiqə 2-3 arası nə qədər ayrılıb? 6. 3-cü olaraq 5-ci dəqiqələrdə istəyir. 5-ci dəqiqə, yəni 4-5 arasıdakı 3 böl 1 dəqiqə. Belə. Yəni birincidə 12 kub santimetr böl dəqiqədir. İkincidə 6 böl 6 kub santimetr böl 1 dəqiqə. 3-də də 3 kub santimetr bölsün dəqiqə. Reaksiya nə vaxt başa çatır? Reaksiya 6-cı dəqiqədə başa çatır. Çünki 6-cı dəqiqədən sonra artıq hidrogen alınmır. 6-cı dəqiqədə başa çatır yazın. Çatır. 6-cı dəqiqədən sonra H2 alınmır artıq, sabit qalıb. Reaksiya getmir. Hidrogen sabit qalıb. Y bəndinə baxaq. Qrafikə əsasən reaksiyanın hansı mərhələsi ən sürətlidir? Qrafikə əsasən, əslində biz bunu bu cədvələ əsasən tapdıq. Qrafikə əsasən də tapaq. Biraz xılamızı silək burada. Qrafiki görə bilməyimiz üçün. Əslində qrafik də onsuz da cədvələ uyğun şəkildə yazılır. Yenə 0-1 dəqiqə arası olacaq. Bunu da necə görürük? Baxın. Bunun rəngini dəyişim. Yenə burada da görürsünüz 0-da, yəni 0 olub həcmi. Görürsünüz 1 dəqiqədə daha çoxdur da 12-dir. Amma o birislərdə daha azdır. 12-20 arası burada 8 kub santimetr alınıb və azala-azala da gedir. Hansı mərhələsi daha sürətli deyirsə, yenə burada da 0-1 dəqiqə arası olmuş olacaq. Cavab eynidir. İkinciyə baxaq. Gümüş bir nitrat məhlulu, natrium xlor məhlulu qarışdırılır. Bunlar qarışdıranda reaksiyanı yazım sizin üçün. Bu reaksiya mübadilə reaksiyasıdır. Duzla duz o vaxt reaksiyaya girir ki, çöküntü olsun ən az alınanlardan biri. Burada çöküntü işarəsi belə olur.
Burada gümüş bir xlorid çöküntüdür. Natrium NaOH isə çöküntü deyil. Çöküntü yəni suda həll olunur. Reaksiya nəticəsində əmələ gələn gümüş bir xlorid çöküntüsünün kütləsinin zamanla asılığı verilmişdir. Reaksiyanın ilk 20 saniyədəki ortaya sürətini hesablayın. İlk 20 saniyədə biz nə qədər görürük burada? 20 saniyə ərzində çöküntünün kütləsi nə qədər olub? 2,7. Burada çöküntünün kütləsinə əsasən tapdıq. Yəni yuxarıda həcmə görə idi, kub santimetr, çünki hidrogen qazanımdaydı. Burada isə bərk haldadır və kütləsini bölürük zamana. 2,7 qram bölünsün 20 saniyə. Bunu da bölsək neçə edəcək? 1 tam 1 tam yox artıq. 0-dan 1000-də 135 qram bölünsün saniyə. Reaksiya neçənci saniyədə bitmişdir? Harda sabit qalsa artıq orada bitib. Yəni görürsüz 40-da artıq 4-dür, 50-də də 4-dür. Deməli 40-cı saniyədə bitmişdir. 10-cu və 30-cu saniyədə reaksiya sürətini hesablayın. 10-cu saniyəyə baxaq. 10-cu saniyədə 1,5 qram alınıb. 0-dan 10 saniyə arası, daha doğrusu 10 saniyə ərzində 1,5 qram alınıb. 30-cu saniyədə deməli. Burada isə 10 saniyə ərzində 3,5-dən 2,7-ni çıxın. Bu edir 0,8. Burada 10 saniyə ərzində isə 0,8 qram alınır. Yəni burada 0-dan %15 qram bölünsün saniyədir sürət. 10-cu saniyədə burada isə 0-dan %8 qram bölünsün saniyə olacaq sürət. Orta sürət deyəndə ümumi saniyəni alınan, yəni 0-dan məsələn 20-yə qədər olan hesablayırıq. Amma belə verəndə 10-cu, 30-cu saniyədə o artıq 10-dan 20 arası, 20-lə 30 arası onu əsasən hesablayırıq. Üçüncü sual, reaksiya sürətini necə artırmaq olar? Deməli, A üstəgəl B alınıb AB qazı. Temperaturu artırmaqla, bəli, temperaturu artırmaqla sürəti artıra bilərik. Reaksiya gedən qaba AB əlavə etməli. AB burada görürsüz alınan məhsuldur. Məhsulu əlavə etməli, onun molekul sayını artırmaqla sürəti artıra bilmərik. Bu yanlışdır. Katalizatordan istifadə etməklə, bəli, katalizator özü reaksiya sürətini gücləndirir. A-nın miqdarını azaltmaq olursa, bu səhvdir. A-nın miqdarını artırsaq sürətlənir, azaltsaq yox. Reaksiya gedən qaba B əlavə etməli, bu düzgün. Reaksiya gedən qaba başlanğıc maddələrdən əlavə etdikdə, başlanğıc maddələrin molekullarının sayını artırdıqda sürət artmış olacaq. Burada cavab olacaq A, C, Y. Dördüncü suala baxaq. Sink üstəgəl klorid turşusu reaksiyasını verib, reaksiyanın söztənliyini ifadə edin. Tamam. Birinci. Reaksiyanın söztənliyini ifadə edək. Sink üstəgəl xlorid turşusu alınıb sink xlorid üstəgəl hidrogen qazı. İkinciyə baxaq. Reaksiyada sinkin sərf olunma sürətini hansı vahidlə hesablamaq olar? Sink bərk maddə olduğu üçün litr və kub santimetr yox, qram bölünsün dəqiqə, yəni 1 dəqiqə ərzində neçə qram ayrılıbsa ona əsasən. Cavab olaraq da yaza bilərik. Cavabımızı əsaslandırmaq üçün sink bərk maddədir. Ona görə də qram bölünsün dəqiqə ilə hesablayırıq. Eyni kütlədə götürülmüş 5 qram alüminium parçası və alüminium folqası yandırılır. Hansı halda reaksiya daha tez başa çatır? Uşaqlar, alüminium parçası deyəndə belə bir şey təsəvvür edin. Necə deyək bunu? Amma folqa əslində evdə də istifadə olunur. Çox nazik bir şeydir. Çox nazik bir şeydir. Folqanın sahəsi daha az olur. Yəni, bu nazik olduğu üçün, tutaq ki, 10 qram deyir də, bunun səthinin, folqanın səthinin sahəsi daha çoxdur, nəinki alüminium parçasının. Hansı halda reaksiya daha tez başa çatar deyir? Folqada.
Folqa ilə daha tez baş tutur, çünki səthinin sahəsi çoxdur. Səthin sahəsi də, bərk maddənin səthin sahəsi də çox olanda reaksiya sürətli gedir. Gəlin baxaq, alüminium folqası nədir? Axı folqa bu tipdə bir şeydir, budur. Görürsüz? Bu elə evdə istifadə olunur. Baxın, buna baxın, belə. Yəni bunun 10 qramı daha sahəsi daha genişdir. Yəni nazikdir və bundan reaksiya getməsi daha asandır. Amma parça olanda bu əslində sizin kitablarda var idi, elə alüminium parçası yazsaq nə çıxar? Parça yəni belə bir şey düşünə bilərsiniz. Məsələn, belə. Yəni bunun səthin sahəsi daha az olur da. Folqa ilə daha sürətli gedəcək. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Baxaq 6-cı suala. 6-cı sual deyir, müxtəlif təcrübələrdə 5 qram sinkin 20 ml xlor turşusu ilə reaksiyası aparılmışdır. Reaksiya sürətləri müqayisə etdilir. Baxın, hər birində 5 qram sink var, 20 ml xlor turşusu var. Amma şərait və sinkin artıq parçamı toz halında olması verilib. Biz ona görə müqayisə edək. Nə demişdik? Əgər başlanğıc maddənin qatılığı çoxsa, molekul sayı çoxdursa, reaksiya sürətli gedər. Temperatur çoxdursa, reaksiya sürətli gedər. Bərk maddənin səthinin sahəsi çoxdursa, yəni onun xırdalanma dərəcəsi çoxdur, toz halındadırsa daha sürətli gedər. Baxaq görək, burada hər birində duru verib, ən axırıncısı qaz halındadır, toz halında sink verib, temperaturda 50 dərəcə Selsi. Baxın, xlor turşusam qatıdır, molekul sayı çoxdur, daşlanğıc maddənin. Sink toz halındadır. Səthinin sahəsi çoxdur, temperaturda 50-dir. Yəni burada 25, 50, 50. Digərlərlə müqayisə edəndə 4 daha sürətlidir. Bizdən nə soruşur? Reaksiya sürətlərini müqayisə edin. Tamam. 4 daha sürətlidir. Bunu çıxdıq. Çıxdıq deyəndə gəlin indi burada biri fərqli olanı seçək də. Baxın, tozdur, bu da tozdur. Temperatur 50-dir. Bunun fərqli olan hissəsi nədir? Turşunun duru olmasıdır. Demək ki, bu 4-dən daha zəif gedəcək. 2 4-dən zəifdir. Sonra 2 ilə nəyi müqayisə edə bilərik? Temperatur fərqi eynidir, turşunun duru olması eynidir. Və baxın, görürsüz, bu da 50-dir, amma parçalar halındadır. Parça halında, yəni bu belə hissədədir, amma o birisi alüminium belə toz şəklindədir. Sətin sahəsi daha çoxdur. Toz halında olanda reaksiyanın sürəti daha sürətli olur. Parça halında isə ona nisbətən az olur. Deməli ki, burada 3 kiçikdir 2-dən, yerdə qaldı sadəcə 1. Biri də baxanda görürük, temperatur ən azdır, həm parçalar halındadır, həm də duru haldadır. Yəni 3 ilə 2-ni müqayisə edəndə temperatur aşağı olduğu üçün orada sürət daha aşağı olacaq. Yəni sürətin artma ardıcılını yazsaq 1, 3, 2, 4. Burada deyilən mənim danışdıqlarıma siz qeydlər götürüb cavablarınızı əsaslandıra bilərsiniz. 7-yə baxaq. Eyni miqdarda götürülmüş yanacaq konteynerin içində və açıq havada yandırılır. Eyni miqdarda götürülmüş yanacaq konteynerin içində və açıq havada yandırılır. Hansı halda alov daha böyük olar? Açıq havada daha böyük olacaq, çünki açıq havada oksigenin miqdarı daha çoxdur. Yəni burada yanacaq kimi, tutaq ki, elə metan qazı götürmüşəm də, CH4. Oksigendə yandırmaq istəyirəm bunu. Açıq havada oksigen daha çoxdur. Ona görə o daha yaxşı yanacaq. Başlanğıc maddədir burada oksigen, yanmaya kömək edən qazdır. Fikrimizi belə əsaslandıra bilərik. Konteynerin müəyyən həcmi var. Orada oksigen miqdarı açıq havaya nisbətən daha azdır. Ona görə də başlanğıc maddə kimi oksigen açıq havada daha çox olduğu üçün, oksigenin qatılığı çox olduğu üçün, molekul sayı çox olduğu üçün artıq hansını istəyirsiniz yazın. Ona görə də açıq havada alov daha böyük olacaq, reaksiya sürətli gedəcək.
8-ci suala baxaq. Reaksiya sürətinin temperaturdan asılı qrafikinə əsasən verilmiş sualları cavablandırın. Reaksiya sürəti temperaturdan necə asılıdır? Nə görürük burada? Deməli 0, 20, 20, 40, 40, 60, 60-dan 80-ə gəlib. Reaksiya sürətini görürsünüzmü? 1, 2, 3, 4 arta-arta gedib. Temperatur artdıqca artır. Temp artdıqca temp artır, sürət artır yaza bilərsiniz. Düz mütənasib asılıdır da deyə bilərik. Hansı temperatur intervalında reaksiyanın sürəti əsasən dəyişməmişdir? Reaksiyanın sürəti hansı temperatur aralığında 0 ilə 40 arası dəyişməyib. 0, 40 dərəcə Selsi arası dəyişməyib. Görürsünüz, sabit 0 qalıb. Sonra 40-dan üz yuxarı artırdıqca, hətta burada 40-dan 50 deyə bilər, yəqin yarıya kimi. Sadəcə orada burada konkret görsənmir, ona görə bir ədəd demirəm, amma 50 də demək olar. Ona kimi deməli dəyişməyib. Sonra isə 60-a artıq yaxınlaşdıqca sürət artmağa başlayıb. Hansı temperatur intervalında reaksiya daha sürətli baş vermişdir? Daha sürətli baş verdiyi 80-100 arasıdır. Buradan da görürük, baxın. 80-100 arası gəldi, görürsünüz. Artıq bu 1-ə yaxınlaşır, birdən özü qalxır 4-dən də yuxarı. Yəqin ki, 100-də sabit qalacaqdır. 80-100 arası daha sürətlə baş verib. Bu qədər, sağ olun.